Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain. Minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrahli sadri ve yassirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Allah ibadət taatimizi qəbul eləsin, xüsusən oruc namazlarımızı, bu aydakı zikirlərimizi və bütün olunan duaların hamısını inşallah qəbul eləsin. Allah bizi bu ayın həqiqi əhlindən qərar versin. Rəhmətin, məğfirətin, bərəkətin bütün oruç tutanlara, namaz qılanlara inşallah bütün insanlara şamil eləsin. Allah Teala bizi bu aydan əliboş çıxanlardan qərar verməsin inşallah. Günün duası Bismillahirrahmanirrahim. Allahümme a'inni fihi ala siyami və qiyami. Allahım bu gündə, bu ayda mənə bunun orucun və namazın qismət elə, siyamın və qiyamın, yəni həm oruç tutmağını qismət elə, həm namaz qılmağını. Qiyam, siyamın yanında bəzən namaz mənasına da gələr, bəzən elə ümumi ibadətlər, orucuna və qalan bütün ibadətlərin hamısına mənə kömək eləcəkən və cənnibni fihi min həfəvatihi və asami. Bu günün pisliklərindən, ondan sonra günahlarından məni neynə uzaqlaşdırıcınan vərzuqni zikrəkə bidəvami və o günün zikrin və bu ayın zikrin mənə davamlı şəkildə ruzu elə. Davamlı, yəni bir var elə namaz vaxtından bu namaz vaxtına zikir olsun, Allah yada düşsün, azan eşitiləndə Allah yada düşsün, məscid görəndə Allah yada düşsün, bir də yox, davamlı şəkildə nə olsun, məni zikri ruzu eləcəkən. Vərzuqni fihi zikrəkə bidəvami. Mənə ruzu bu zikri davamlı şəkildə ver. Qur'an-ı Kərimdə də bir dənə ayə varımızdır. Səhv eləmirəmsə Nur surəsinin 37-ci ayəsidir. Allah bir dəstə insanların barəsində danışır. Deyir, o cürə insanlar ricalun, kişilərdilər. Əlbəttə, kişi, qadın fərq eləmir. O, bəzən kişilərdilər, o təqlib babətindən olur da ki, kişi, qadın hamısı bir yerdə gedir. Yəni, insanlar, ricalun, kişilər, la tulhihim ticarətun və la beyun ən zikrillah. Onlar bir dəstə insanlardılar, bir dəstə adamlardılar ki, nə ticarətini alver, onları Allah zikrindən saxlaya bilmir. Yaxşı, elə ticarətlərini də eləyirlər, alverlərini də eləyirlər, amma Allah zikirdə yerindədir. Amma gələndə ki, məsələn ikisindən biri seçilsin, o da nədir? O da Allah zikri seçiləcək və Allahın zikrini nədir? Müqəddəm eləyəcək. İzâ nudiyə lis-salati min yevmil cümə fəs'əv ilâ zikrillah və zərul bey. Allah Qur'an-ı Kərimdə deyir ki, ay namaz qılanlar, ay müminlər, elə ki, cümə günündə, indi o cümə günü biraz təkid edəndə cümə mövzusuna aiddir, ona görə deyir. Siz namaz üçün nida olundu, azan verildi, fəs'əv ilâ zikrillah və zərul bey. Allahın zikrinə tərəf tələsin, qaçın, alveri yadı qoyun yerə. Bu sizin xeyrinizədir. Fəizə quziyyətdə səlatı fəntəşir. Sonra deyir, namaz qutardı, tamamlandı, onda dağılışın, gedin alverinizlə filan məşğul olun. Bu ayədə də, Nurda da deyir ki, Ricalun la tulhihim ticarətun və la beyun ən zikrillah. Onlar bir dəstə insanlardılar ki, nə ticarət, nə alver, onları Allah zikrindən saxlaya bilmir. Yəni, bu iki cürə ola bilər. Ya bunlar elə alver eləyə, ticarət eləyə,
elə zikirləri, namazları, orucları da yerindədir ki, bu da mümkün deyil. Amma bir də odur ki, alverlə namaz, ibadət gəlir, toqquşur. Məsələn, günorta azan vaxtıdır, bu dükanda şey satanda alver eləyə bilmir, namaz qıla bilmir. Dükkanı açıq qoysa namaz qıla bilmir, namaz qılsa dükkanı məsələn fərz eləyək də, deyək ki, bağlamalıdır. Allah Teala deyir ki, bunlar namaz vaxtı dükkanlarını bağlayarlar. Yaxşı, bu alver filan bunları Allah zikrindən saxlamaz. Və la və iqamis salat demək, namaz qılmaqdan da saxlamaz. Və itaiz zəkat, dünya işləri, ticarəti filanı, zəkat verməkdən də bunları saxlamaz. Biri deyər ki, məsələn, adam gərək işləyə qazana, zəkat verə də, bu işləməklə zəkatın bir şey var axı, uyğunluğu var. Əksinə, işləsən, zəkat verərsən, filan belə. Bəs nöş deyir ki, ticarət və sizi zəkat verməkdən neynəməsin, saxlamasın. Burada bir mənası budur ki, sizi qafil eləyəcək, bu şeylər yadınızdan çıxacaq. Bir də var budur ki, bəzən insan, bəli, maddi məsələlərində bir həddə qədər, görürsən, hər şeyə riayət edir, hər şeyə qənaət edir, hər şeyə fikir verir, namazına, orucuna, xumsuna, zəkatına falanına. Amma görürsən, bir həddi keçəndən sonra çoxaldıqca, şeytanın da biraz təsiri çoxalır. Ondan sonra insan da biraz məğrur olur, təkəbbür olur və bu məsələlər qalır insandan aşağıda. Bir vaxt bunları özündən yuxarı tutmuşdu. Namazı başının üstündə tutmuşdu, Quran başının üstündə tutmuşdu, ilahi işləri başının üstündə tutmuşdu. Bəzən insan qalxır özü, yəni süni şəkildə özünü yuxarıda görür, əslində qalxmır. Özünü yuxarıda görür, ondan sonra nə olur? O şeylər qalır aşağıda, çox yuxarıdan baxır. Bir də onda enəndə görür ki, nə onları əmələ gətirə bilməyəcəm, nə də ki, heç fürsətim də yoxdur. Keçirtmişəm o mərhələni. Allah Teala deyir, amma bir dəstə belə deyir. Yəxafunə yevmən tətəqəlləbu fihil qulubu və ləbsar. Özdə bu adamlar Allahdan qorxurlar, o gündən qorxurlar ki, onda qəlblər və gözlər tətəqəlləbu, alt-üst olacaqlar, dəyişik olacaqlar. Qiyamətin qorxusundan gözlər bərələcək belə. Cəhənnəmin orada eşidəcəklər. Sən bir dəstə üçün Quran deyir ki, vəciə bi cəhənnəmə yevməzin. Cəhənnəmi gətirəcəklər, hələ məhşər onun yanına. O necə gətirəcəklər, onun ayrı mövzusudur. Yəni, elə burada belə bir vəziyyət olacaq ki, burada cəhənnəmi başlayacaq hiss eləmək. O cəhənnəmdən də xilas olmaqdan ötürü biri də orucdur. Əs-somu cünnətun minənnar. Oruc cəhənnəmdən sipərdir, hasardır, cünnə qalxandır. Yaxşı, qoymur adamı od yandıra. Qoymur adamı od yandıra. Əs-somu li və ənə əczibi. Allah Teala buyurur ki, oruc mənə məxsusdur, mən də onun cəzasını verəcəm. Ya ənə uczabih birində də deyir ki, o hədisdə mən özüm mükafatıyam əslən oruç tutanım. Bir var mən nəsə verəcəm, bir də var özüm onun mükafatıyam. O birinci hədisdə deyir ki, cünnətun minənnar. Cəhənnəmdən oruc sizi qoruyacaq. Həzrəti Musaya Allah Teala dedi ki, mən üçün nə gətirmişsən? Dedi, namaz. Dedi, o sənin dininin sütunudur. Dedi, nə gətirmişsən? Dedi, oruc. Dedi, o da səni cəhənnəmdən qoruyur. Cəhənnəmdən qoruyur. Yəni, Həzrəti Musaya da Allah Teala deyir ki, oruc səni cəhənnəmdən qoruyur. Orucun bu qədər əhəmiyyəti var. O mövzu başqa mövzudur. Sonra nə gətirmişsən? Dedi, məsələn, sədəqə. Dedi, sədəqə də sənin gündə 100 dənə bəladan qoruyur. Və sonunda Allah mən nə gətirməliydim? Həzrəti Musa soruşdu. Allah Teala buyurur ki, həl valəytəli və adəytəli. Mənə görə dostluq, düşmançılıq eləmişsən. Mənə gətirdiyi gün bir dənə odur.
Sözüm, hədisin burasındadır ki, Allah Teala Həzrəti Musaya da dedi ki, oruc səni cəhənnəmdən qoruyur. Amma mövzularımızdan da biri bu fəsəbrən cəmilən ki, ayədə var idi. İnnəhum yərəvnəhu bəidən və nərəhu qəribən. Səbir mövzusu idi. Səbir barəsində danışırdıq. İki dənə də dedik, səbir barəsində söz deyib, o mövzunu saxlayıb, ardıycan yenə surənin ardın məşğul olacaq. Ən çox oxuduğumuz, hamımızın eşitdiyi bir dənə ayə və lənəbluvənnəkum bi şeyin minəl xavfi vəl-cu və nəqsin minəl əmvali vəl-ənfus vəs-səmərat. Allah Teala deyir ki, biz sizi imtihan eləyəcəyik, biraz qorxu ilə, biraz aclıqla, biraz əmvalınızda, ondan sonra səmərınizdə, özünüzdə, canınızda, övladınızda biraz belə çətinliklər yaradacaq siz üçün. Amma deyir və bəşşiri sabirin, bu başdan deyirəm, səbr eləyənlərə müjdə ver. Səbr eləyənlərə müjdə ver. Bu şeylər olacaq, dünyadır. Allah Teala deməyib ki, səni gətirəcəm, sağ-salamat da aparacam. Demir ki, sənin mal dövlətin həmişə ilə mən amandadır, qoruyacam. Görürsünüz, deyir ki, və lənəbluvənnəkum minəş-şeyi, bi şeyin minəl xavfi vəl-cu. Sizi biraz aclıq, biraz qorxu, biraz mal dövlətinizlə, biraz övladınızla, biraz canınızla imtihan eləyəcək. Onlarda o ənəbiyyəni eləyəcək yarada bir. Ona görə də və bəşşiri sabirin. Allah Teala buyurur ki, bu mövzu olacaq, 100%. Heç fikirləşməyən olmayacaq. Olacaq. Amma bu başdan səbr eləyənlərə müjdə ver. Bir dənə hədis var bu mövzuda İmam Sadiq əleyhissalam. Həzrət buyurur ki, İttəqullaha vəsbiru. Təqvalı olun və səbirli olun. Fəinnəhu mən ləm yəsbir əhləkəhul cəzə. Kim səbr eləməsə, bu ahuzlar onu məhv eləyəcək, gedəcək. Necə ahuzlar onu məhv eləyəcək? Deyir, və innəmə həlakuhu fil cəzə ənəhu izə cəzə ləm yucər. Deyir, bu niyə həlak o? Ahuzlar bunu niyə həlak eləyəcək? Çünki deyir, bu elə ahuzlar eləyəcək. Ahuzlara da Allah heç nə vermir. Heç əcr vermir. Heç nə, necə deyim də, mükafat vermir. Elə bu günü ahuzar eləməklə keçəcək, ömür də keçəcək, gün də keçəcək, əldə boş olacaq. Amma birdən səbr eləsə, səbr onu neynəyəcək? Səbr onu, əcr veriləcək səbrinin müqabilində Allah Teala ona. Səbr onu biraz da məqamlara çatdıracaq. Əslən, bir vaxt gələcək, məsələn, o dünya malının, məsələn, yoxluğuna sevinəcək, əlindən çıxmasına şükür eləyəcək, ondan sonra belə də, amma səbirlə gələk ola. İlləzinə və bəşşiri sabirin, səbir eləyənlərə müjdə ver. Səbir eləyənlər kimdir? Əlləzinə izə əsabəthum musibə, qalu inna lillahi və inna ileyhi raciun. Onlara bir müsibət yetişəndə deyir, Allah tərəfindən gəlmişik, Allah tərəfindən də qayıdacaq da onu. Allah vermişdi, Allah da aldı. Ülaikə əleyhim sələvatun min Rəbbihim. Quran-ı Kərim deyir ki, bunlar görün necə adamdılarsa, onlara Allah tərəfindən salam gəlir, salavat gəlir, rəhmət gəlir. Əgər insan səbirli olsa, amma gözəl səbr eləsə, yerində səbr eləsə, Allah tərəfindən mükafata baxa. Allah əvvəlcə də birinci ayədə deyir ki, və bəşşiri sabirin, onlara müjdə ver. Ondan da sonra deyir, ülaikə əleyhim salavatun min Rəbbihim və rəhmətun. Onlar bir dəstədilər ki, siz bilməzsiniz, onlara Allah tərəfindən salavat gəlir və rəhmət gəlir. Və ülaikə humul muhtədun və həqiqətən onlar hidayət olmuşdular. Allah bizi inşallah hidayət olanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.